Hayat bir səfərdir. Əsas olan hara çatmağın deyil, o yolda kimə çevrildiyindir. Dünən keçmişdə qaldı. Sabah isə bir sirdir. Bugün bizə verilən ən böyük fürsətdir. Hər kəs öz gözləri ilə görər, yaşıl nəzərləri ilə hiss edər. Maddənin bitdiyi, enerjinin başladığı o gizli nöqtələri yalnız o gözlərlə görə bilər. Sükutun içindəki səsi, qaranlığın içindəki kölgəni duyan bir ruh var. O yaşıl gözlər paranormal dünyaların bu dünyaya açılan pəncərəsidir. Allah'ın salamı, xeyir, bərəkət olsun hər birinizə.